aşiq həmişə cürətli olur. Çünki aşiq öz məşuquna ərklə söz deyə bilir. Yeganə eşqdir ki, eşqlə təkəbbür eləmək olar da. Başqa şeylə yox. Elmlə, imanla, varla, dövlətlə olmaz. Bir dənə eşqlə olar ki, eşq özü üftadəlikdir axı, sınmaqdır. Mən sınmağımla fəxr eləyirəm. Padişahım, sən məni qıl bir qəbuli xidmətə, mən gədai kuyun olmaqdan məgər ar eylərəm. O sınmağı ilə fəxr eləyir, aşiqliyi ilə. Hətta tənə vurur ki, qıl təfaxur kim, sənin vardır mənim tək aşiqim. Leylinin Məcnuni, Şirinin əgər Fərhadı var. Qıl təfaxur ki, fəxr elə ki, mənə kimi aşiqim var. Qıl təfaxur kim, sənin vardır mənim tək aşiqim. Leylinin Məcnuni, Şirinin əgər Fərhadı var, məndə Məcnundan füzun aşiqlik istedadı var. Budur mən ki, aşiq ərk eləyir və onda sözü səmimi olur. Ərk eləyəndə söz səmimi olur. İçində nə var onu deyir. O fürsəti də verən elə ona məşuqdur. Yəqin ki. Əlbəttə ki, əslində eşqdir. Eşq də məşuqdur.